Don Kixot Miguel de Cervantes İspan yazıcısıdır. Don Kixot onun məşhur əsərlərindəndir. Əsərin baş qəhrəmanı zadəgan Alonso Quixanodur. O, İspaniyanın kiçik bir şəhərində yaşayır. Alonso Quixano cəngavərlər haqqında romanları oxumağı çox xoşlayır. Oxuduğu romanlardan təsirlənərək özünü cəngavər hesab etməyə başlayır. O, dünya səyahətinə çıxmağa qərar verir. Yeni yerlər kəşf etmək, yeni macəralar axtarmaq, igidlik göstərərək qəhrəman olduğunu dünyaya sübut etmək istəyir. Təxəllüs olaraq özünə Don Kixot adını seçir. Babasından qalan köhnə silahları götürür, qoca, arıq atına minib yola çıxır. Sancho Pansa adlı kəndlisi də ona qoşulub səyahətə çıxır. Sancho Pansa yol boyu onun köməkçisi olur. Don Kixotun qəhrəmanlığı bir çoxlarının işinə mane olur. Belə ki, hərəkətləri çox zaman əks nəticə verir. Yaxşılıq etməyə çalışsa da, ətrafdakıları daim ziyana salır. Həqiqətən köməyə ehtiyacı olmayan insanlara yardım etməyə çalışan və gülünc vəziyyətə düşən insanlar haqqında belə deyirlər: Don Kixotluq etmək istəyir.